mən eləyəcəklərimin sonunda nə olacağını bilərək o addımı atmışam. Məsələn, o işdə davam eləmək istəmirəm deyə o işdə azadca fikrimi bildirmişəm, azadca sözümü demişəm. Yəni bilirsiniz necə? Nədənsə qorxun yoxdur məsələsi deyil, ya da ərkəsöyünsən deyil. Mən bilirdim bunun nəticəsi nə olacaq. Mən bilirdim ki, mən burada qalmayacağam. Mən bura strategiya qurmaq istəmirəm və ürəyimdən nə gəlir, fikrimi azad bir şəkildə bildirirdim normal olaraq. Hə, oyun oynayım, onu mən də eləyə bilərdim. Çox gözəl intrikalar qura bilərdim. Hamının üzünə gülə bilərdim. Düzü elə bir yapım yoxdur əslində bir tərəfdən də. Oyunu uduzuram orada, amma İnsan istəsə hər şey edə bilər. O da başqa bir məsələdir. Sadəcə mənə ləzzət eləmirdi və mən də ürəyim necə istəyirdi, elə də davranırdım. Əslində yenə də bu rahatlığın içində özümə o rahatlığı verməmişəm. Demək istədiyim şey odur. Ətrafdan çox rahat, ürəyi istəyəni eləyən, ürəyi istəyən kimi davranan, hərəkət eləyən insan kimi görünürəm. Bir yerdə eləyəm, amma çərçivəmə uyğun olmayan heç nəyi həyatıma daxil etməmişəm. İnsan, iş, seçimlər, münasibətlər, heç nə. Və belə baxırdım, sınamış olsaydım fərqli şeyləri nə olardı?